Hayatımızda bizle çok möhkəm bağlantısı olan bir məqam var, o da ki namazdır, hər bir müsəlman namazı. Əslində namazı biz necə qılırıq və bizdən öncəki kişilər namazı necə qılardılar? Görə bizim namazlarımız eynidirmi? Abid zahidlərdən, sələflərdən Hatim el-Assam rahimehullah bir dəfə maraq üçün soruşdular ki, keyfə tusalli? Namazı necə qılırsan? Baxın qardaşlar, namaz necə vəsf edir? Deyir, mən namaz qılmamışdan öncə gözəl bir şəkildə dəstəmaz alıram. Və sonra namaz qılacağım yerə gəlib orada sadəcə olaraq otururam. Fikir verirsiniz, namazla başlamayıb. Namaz qılacağım yerə gəlib orada sadəcə otururam. Hətta tectəmi'a cəvarihi. Orada oturam ta ki bütün üzvlərim, yəni bədən üzvlərim, yəni bir araya gələnə kimi. Baxın, o oturma məqamı qardaşlar, yəni demək olar ki bizim zamanda, bizim aramızda bunu tətbiq edən demək olar ki yoxdur. O namazdan qabaq bir mənəvi hazırlıqdır. Allah xüsus buna ehtiyac olur nafilə namazlarında. Nafilə namazlarında, təhəccüd və qəbul namazlarında. Yəni o şeyi orada tətbiq eləsəz, şək yoxdur ki, fərz namazlarına da əsarət edəcəkdir. Gözəl təsiri ilə əsarət edəcəkdir. Deyir ki, fəəti ili musallaya. Gələm özüm namazgahıma, gözəl bir şəkildə dəstəmaz alandan sonra və acilisu fiyhə, hətta təctəmiyə iləyə və əyləşirəm orada ta ki bütün bədən üzvlərim toplanana kimi. Orada necə bir toplanma olur qardaşlar? Deməli, sükut bir şəkildə oturursan. İndi sən, bax, oturmuşsan qiblə istiqamətində. Tam təharət üzərində. Gözəl bir dəstəmaz almış şəkildə. Və daha kamildir ki, ən gözəl paltalarını geyinəsən. Liqavli Teala, xudu zinətəkum ində kulli məsəcid. Xudu zinətəkum ində kulli məscidin. Yəni, namazlara getdiyiniz zaman ən gözəl libaslarınızı götürün. Və yaxşı olar ki, gözəl bir qoxu ətiniz olsun. Sələflərdən birinə rivayət olunur ki, bir il ərzində pulumu topladım. Ta ki 1000 dirhəmə çatdı. Sonra 1000 dirhəmə gedib bazardan ən nəfis müskü aldım, qoxunu. Bir neçə damcı. Ən nəfis, ən bahalısı. Soruşdular ki, bunu ne üçün aldın? Deyir ki, Rəbbim üçün namazda hüzuruna çıxmaq üçün. Təsəvvür, il ərzində pul yox. Yəni, yığdığı məbləğ 1000 dirhəmə çatıb. Bu böyük məbləğdir da. Çox böyük məbləğ. 1 dirhəm, 1 gümüşdür. 1000 dirhəm. Gedib o 1000 dirhəmə bir neçə damcı ən nəfis qoxunu alıb, ən bahalı qoxunu alıb. Ne üçün? Gecə təhəccüdə qalxanda o qoxudan sürmək üçün, saçına, başına. Vallahi onun belə təsiri var. Hətta inanırsınız, o qoxunun gözəlliyi səni gecə namazına qaldırır hərdən. Deyirsən ki, subhanallah, yəni namazı girməmişdən qabaq da orada bir gözəllik var, o qoxunu sürəcəm. Həmçinin sələflərdən gəlib ki, onlardan biri yəni il ərzində pul toplayardı və sonra gedərdi bazara və ən nəfis paltarlardan birini alardı. Çox gözəl bir paltar alardı. Soruşardılar ki, limən hədi? Bu libas kim üçündür? Deyərdi ki, gecə Rəbbimin hüzuruna çıxmaq üçün. Gecə Rəbbimin hüzuruna çıxmaq üçün. Təəccüblənməyin, bunun əsli yəni sələflərdən gəlib. İbn-i Umara radiyallahu anhuma, Allah hər ikisindən və atasından razı olsun. Zövcəsi bir dəfə onu gecə ikən bəzəmiş, düzəlmiş görür. Yuxudan qalxanda görür ki, İbn-i Umar bəzənib. Çox gözəl kıyafətini geyinib, çox gözəl ətirlənib. Deyir, hara? Deyir, ilə liqa. Deyir, kimin görüşünə? Deyir, liqa Rabbi. Və limən təzəyyənd. Yəni, kim üçün belə bəzəmsən? İbn-i Umar yoldaşına deyir ki, elə bir kəs üçün ki, onun üçün bəzənməyə o daha layiqlidir. Yəni, siz elə düşünürsünüz ki, insanlar ancaq sizin üçün bəzənməlidir də. Həyat yoldaşı üçün, insanlar üçün. Amma bir nəfər var ki, o mənim mucidimdir, məni yoxdan var edəndir. Mənim xalikimdir, mənim ilahımdır, mənim Rəbbimdir, mənim xəlilimdir. Yəni, onu hamıdan çox sevirəm. Əslində, bəzənmək üçün daha layiqli olan bir kəs varsa, ən çox odur. Belə onun üçün bəzənmişəm. Bu şəkildə neyir? Yəni, sanki qadının qəlbinə bir su səpir ki, yəni, özvə gəl. Mən doğrudan düz yoldayım. Mən elə bir kəs üçün bəzənmişəm ki, namazda o bəzənmək üçün ən layiqdir. Amma bizdən birimiz əfsuslar olsun ki, sübh namazında məscidə görürsən ki, az qalıb peyjamanla gəlir. Az qalıb yəni düz deyil bu. Qardaşlar, düz deyil. Nə görə düz deyil? Birinci, Quran və sünnənin mənhəci bu deyil. Liqavli Teala, ya bəni Adəmə, xuzu zinətəkum ində kulli məscid. Ey Adəmin evlatları, məscidlərə gedəndə bəzənin. Allah Subhanahu Teala Əl-A'raf surəsində ya bəni Adəmə, xuzu zinətəkum ində kulli məscid. Ey Adəmin evlatları, məscidlərə gedəndə bəzənin, zinətinizi götürün. Təfsirlərə baxın, yəni ən gözəl libasınızı geyinin. Neysə, gəldik həmin Hatib İbn-i Assam, rahiməhullah, Zahidil alimin gözəl sözlərlə deyir ki, namaza daxil olmamışdan qabaq, əvvəlcə gözəl bir şəkildə dəstəmaz alaram. Yəni, kamil bir şəkildə dəstəmaz alaram və sonra namazgahıma gəlib əyləşərəm. Yəni, sadəcə əyləşərəm. Hətta təctəmiə, ta ki, cəm olsun məndə ə'dai, bütün üzvlərim. Burada bütün üzvləri, yəni insanda Allah Teala nə yaratıb? Birinci ruh var da, hər şeydən qabaq, bədəndən qabaq ruh var. Ruhum, qəlbim, əqlim, şuurum, bədənim və ə'dai kulləhə. Bütün bədən üzvlərimi toplayıram. Necə toplayıram? Yəni, mən bu saçça, barakallah fikri, cəzakallah xeyr, bu saçça mən ayaqüstə qalxacam. Kimin hüzurunda qalxacam? Bu ruhu bu bədənin içərisində yerləşdirən. Bu ruhu və bu bədəni yaratanın hüzuruna qalxacam. Kimin hüzuruna qalxacam? O kəs ki, mənim
məbudumdur, ilahımdır. Məni yoxdan var edəndir. Məni yoxdan var edəndir. Məni əslə icad edəndir. Mənim xaliqimdir, xalq edənimdir. Musavvuri, mənə sürət verəndir əsla. Mən sürəti də o verib. Raziqi, mənim ruzu verənimdir. Muhyi və mümiti, məni öldürən və dirilənimdir. Yəni elə bir kəsin özürünə qalacağam ki, mənim əcəlim də onun əlindədir. Dünyaya gəlmə anı da, dünyadan köçmə anı da onun əlindədir. Ruzum da onun əlindədir. Əgər onu qəzəbləndirərəmsə, heç kim məni ondan qurtara bilməz. Bundan öncə qövmlər var idi, millətlər var idi ki, onu qəzəbləndirdilər. Ələm tərə keyfə fəal rabbuke bi ashabil fil? Rabbinin ya Muhammed fil ashabının başına nələr gətirdiyini heç görmədinmi? Bundan öncə insanlar vardı ki, Allah baxmadı onun nəsəbinə, nəcabətinə. Neynədi? Və mratuhu hammalətəl hatab. O da onun həyat yoldaşı da cəhənnəmdə odun daşıyacaqlar. Kimdir? Doğmacı əmsi Peyğəmbər sallallahu aleyhi ve sellem. Allah s.ə.v. onun varına, dövlətinə, karına, nüfuzuna baxmadı. Məkkənin ən nüfuzlu kişisi. Zərni və mən xalaqtu vahidə və cealtu lehu mələn məmduda. Ya Muhammed, o kəsi qiyamət günü mənimlə tək görəcəksən. Onu mənimlə tək başına bıraxın. Kimdir bu? Xalid İbni Validin atası. Valid İbni Mughira. Məkkənin ən nüfuzlu insanı, ən varlı insanı. Elə bir insan ki, Abu Ləhəb, Abu Cəhil hamısı ondan ehtiyat edirdilər. Məkkənin generalı. Bütün ordular bunların əlindəydi. O cealtu lehu mələn məmduda. O kişi ki, Allah Teala ona o kadar mal dövlət vermişdi. Onun sərvəti, onun bostanları Taif'te başlayırdı. Məkke'den 100 kilometre uzaktan. Ta Məkke'ye kim devam verirdi? Hurma bağları, nar bağları, üzüm bağları, daha neler. Ne kadar onun var dövləti vardı. Ve cealtu lehu mələn məmduda. Evlatlarını 5'ini belə düzəldi, 5'ini belə düzəldi. Hatta rivayete göre 10'unu belə düzəldi, 10'unu belə düzəldi. Onu oğul buradan, onu oğul buradan. Hem kızlar da vardı. Tamam. Ve cealtu lehu mələn məmduda. Ve benine şuhuda. O məhhədtu lehu təmhidə. Yəni mən elə bir kəsin huzuruna qalxıram ki, yəni heç bir mal, dövlət, mə əğnə anhu maluhu və mə kəsəb, nə yığdığı, nə topladığı, nə qazandığı onu Allahın əzabından qurtara bilmədi. Elə bir kəsin huzuruna qalxıram namazda. Yevmə yequmun nasu li rabbil alamin. O gün, yəni qiyamət günü insanlar alemlerin Rabbinin huzuruna ayaküstə qalxacaqlar. Yevmə yəti la təkəlləmu nəfsun illə biizni fəminhum şəqiyyun sa'id. Mən elə bir kəsin huzuruna qalxıram ki, o gün gələndə və o gün gələndə, Subhanahu Teala özü gələndə bir kəsin cingiri çıxmayacaqdır. Bir kəs danışmayacaqdır. Bu Hud surəsində. Taha surəsində fələ təsma'u illə həmsə. O gələndə onun heybətindən, Allah Subhanahu Teala heybətindən sən səslərin tamamilə kəsilməsini görəcəksən. Fələ təsma'u illə həmsə. Yalnız nəfəs səsi eşidəcək. Təsəvvürlə, yəni rəqəm bilinmir də, elə rəqəm yaratılmayıb. Bütün dünyaya gəlmiş və keçmiş bütün insanlar oradadır və bütün dinlər oradadır. Yəni Adəmdən bəri qiyamətə kimi dünyaya gəlmiş getmiş, hətta ölmüş, hətta yarımçı gəlmiş getmiş, hətta ana bətnində belə dünyaya gəlməmişlər, onlar da haşr olurlar. Yəni insanların sayı təsəvvür olmaz bir rəqəmdədir. Allah Subhanahu Teala gələndə, təcəlli eləyəndə, o dəhşətli gündə onun heybətindən fələ təsma'u illə həmsə. Bir kəsin səsi çıxmayacaqdır. Yalnız nəfəs səsi gələcəkdir. Ta ki illə mən əzinə lehur rahmanu və qalə savabə. Yalnız Rahman izin verəndən sonra indi danışa bilərsən. Gəl və danış. Ondan sonra yalnız danışacaqlar. Mən belə bir kəsin huzuruna dururam ki, qiyamət günü müminin üzərinə kənif hicabı atacaqdır. O hicab gözə görünməyən bir şəffafdır. Onu atandan sonra Allah Teala onu danışdıracaq və onların danışığını heç kim eşitməyəcək özlərindən başqa. Allah Teala müminin bütün eyblərini, günahlarını ona göstərəcək. Və o pərt olmayacaq. Çünki onların söhbətini iki nəfərdən başqa heç kim görməyəcək. Bu məhşərdədir, qiyamət günü. Alə rusul xalaiq. Bütün məxluqatın huzurunda. Mən elə bir kəsin huzuruna qalxıram ki, Allah Teala düşmənlərinin üzünə qiyamət günü baxmayacaq. Və onların üzərinə şəffaf olan kənif hicabını atmayacaqdır. Allah Teala onlara sual verəndə o sualı hər kəs eşidəcəkdir. O sualın biabırçılığından, rüsvaçılığından insan elə bir günahlar edib. Və o insan cavab verəndə onun cavabını bütün xalaiq, rusul xalaiq, bütün məxluqatlar eşidəcəkdir. Allah Teala yəni onu örtməyəcəkdir. Günahlarından təmizləməyəcəkdir, bağışlamayacaqdır. Yəni mən onun huzuruna bu saçı namaza qalxacağam. Elə bir kəsin huzuruna qalxıram ki, qiyamət günü onun ən şiddətli qəzəbləndiyi gündür. O gün elə qəzəblənmişdir ki, nə bundan öncə bu qədər, nə bundan sonra bu qədər heç vaxt belə qəzəblənməmişdi. Subhanallah, sən fikir ver, qiyaməti vəsf edən ayətlərdə nədənsə cəbbar kəlməsi gəlmir. Rahman kəlməsi gəlir. Fikir verin. Baxın Ən-Nəbə surəsinə, düzdürmü? Ən-Nəbə surəsində nədir? Ar-Rahman gəlir. Yəni Rahman izin vermədən kimsə danışmayacaq. Fikir verin. Nəyə göstərir? Göstərir ki, baxma ki, onun ən şiddətli qəzəbləndiyi gün o gündür. Səbr etmişdi o günə kimi. Və la tahsabannallaha gafilən amma ya'malul zalimun. Zalimlərin nələr törətdiyindən, nələr etdiyindən Allahın qafil olduğunu güman etmə, düşünmə. İnnəmə yuakhiruhum liyawm. O sadəcə olaraq neyini təxirə salmışdı. İnnəmə yuakhiruhum liyawmin təşxasu fihi al-absar. O elə bir günə təxirə salmışdı ki, o gün gözlər bərələcəkdir, tərsinə çevirəcəkdir. Gözün bəbəyi içəri gələcək, ağı üzərə gələcəkdir. Təsəvvür o günün dəhşətindən. O günə salmışdı. Muhti'ine muqni'i ru'usihim la yartaddu ilayhim tarfuhum wa afidatum hava. Boyunları bükük olacaqdır. O günün dəhşətindən, gəl qorxusundan yerindən qopub xirtləyin içinə gələcəkdir.
Nəfəs borusunu tutacaqdır. Qəlbin yeri o əfidetum həvə, boş qalacaq, hava olacaq. Elə bir dəhşətli gün. Və enzirhum yevmel azifeti izil qulubu ledel hanacir kazimin. Onları ya Muhammed inzar et, korkut. O gün ki o gün qəlblər yerindən qopub boğazın içində duracaqdır. Və enzirhum yevmel azifeti izil qulubu ledel hanacir. Hancara. Qəlb bura gələcək qorxun dəhşətindən. Təsəvvür qopub gələcək. Yəni normalde bu hayatta olsa insana heç bir ambulans çıxara bilməz də, heç bir həkim klinika. Amma o gün ölüm yoxdur. Ölümü öldürüblər orada. Hayat devam edir. Ona göre bu hadiseyle, bu ağrıyla, bu sancıyla, bu dehşetle hayat devam edir. O gün bak onlar namaza gelende bunu hamısı təsəvvür edirdiler. Bunu hamısını dərk edir, mən bu saçı kimin huzuruna qalxıram. Təəccüblənmə, eyni şey sələflərdən gəlib. Zeynəl Abidin budur. Ali ibn Hüseyin ibn Ali ibn Abi Talib, İmam Ali'nin nəvəsi, yani İmam Hüseyin'in oğlu. Onun da adı Ali idi. Zeynəl Abidin məşhur. Dəstəmaz alanda görərdilər ki, o saralır, rəngi saralır. Ve deyir ki, namaza girəndə də Subhanallah rəngi saralardı. Ömər bəy saralardı. Bir dəfə soruşdular ki, sən niyə bu halı keçirsən? Bu nə haldır səni görürük? Dedi ki, vay hakum, sizə yazıqlar olsun. Hələn də dərk eləmirsiniz, siz kimin huzuruna durmusunuz? Hələn də dərk eləmirsiniz ki, bu dəstəmaz nədir? Kim üçün hazırlanıb bu? Bir dəfə Zeynəl Abidin ümrəyə də həccə çıxır. Hamı tərbiyə edir. Ləbbeyk Allahumma umratan. Deyirlər, ya imam sən də dinən. Dili tutulur, qorxudan dili tutulur. Deyir, ya imam dinən, Ləbbeyk Allahumma umratan yola çıxaq. Hamı dəvənin üzərindədir, miqatdadılar. Deyə bilmir. Niye demirsən? Deyir, hədisdə gəlib ki, Ləbbeyk Allahumma deyəndə carçı cavab verər. La ləbbeyk və la sə'deyk. Nə ləbbeykin qəbul olunsun, nə də heç bir zaman xoşbəxt olmayasan. Ya bu gəlir cavabda, ya da ki gəlir ləbbeyk. Vəl xeyru biyedeyk. İkisindən biri gəlir. Bilməm indi hansı mənə gələcək. Deyirlər, ya imam, dinən Ləbbeyk Allahumma umratan, təlbiyə baş versin, ümrəyə niyyəti olsun ki, biz yola çıxaq da. Və məcbur edirlər, deyir, Ləbbeyk Allahumma umratan və huşu gedir, dəvədən düşür, təsəvvürlə, huş gedir. Yəni onların namaza qarşı, digər ibadətlərə qarşı münasibəti tamam başqaydı. Həmin Hatib ibn Asam rahimehullah deyir ki, oturaram namazgahımda. Deməli, birinci dəstəmaz aldı, yolda saxladıq, dəstəmaz aldı gözəl şəkildə və gələrəm namazgahımda oturaram. Hətta təcdimi aleyyə cəvarihi, ta ki mənim bütün, yəni bədən üzvlərim, hər bir şeyimi taplayana kimi. Sonra nə deyir? Deyir və sonra qalxaram, ukebbiru bit tahqiq. Dəqiq bir şekilde təkbir edirəm. Nə deməkdir dəqiq bir şekilde təkbir edirəm? Düzdür, belə bir təkbir sünnədə gəlməyib, nə də belə gəlməyib. Tamam mı? Səhvdir bu. Amma hər halda belə gəlib axı. Düzdürmü? Bəzi qardaşlar neyini təkbiri haqqını vermir, belə edir. Belə təkbir olmur qardaş. Belə təkbir olmur. Təkbir necə gəlib? Təkbir gəlib ki, əlin içi qibləyə salam verir. Düzdürmü? Bu şəkildə. Düzdürmü? Baxın. Və iki istiqamətində olur. Allahu Akbar. Düzdürmü? Amma belə eləmək, belə təkbir olur. Deyir ki, və ukebbiru bit tahqiq. Dost doğru bir şekilde tekbir getirərəm. Ve bu tekbirim dilmənim Allah'a teslim olmuş bir şekilde olar. Ve deyir ki, ve ec'alu el-Ka'bete beyne hacibeyhi. Deyir Ka'bəni düz iki qaşımın ortasında, gözümün önündə təsəvvür eləyərəm. Namaza girəndə bunu təsəvvür eləyərəm. Vel cennete an yemini. Cənnəti sağımda silərəm. Vel nara an şimali. Və cəhənnəm odunu solumda hiss eləyərəm. O sırata tahti. O sırata tahti. Ve sıratı da ayağlarımın altına silerim. Sanki sıratın üzerinde namaz kılarım. Sanki cennet sağdan görürüm ve cehennemi soldan görürüm. Kabe'ni de düz önünde görürüm. Vel melekel mevt vara'a zahri azunnuha ahir salati. Ve ölü meleğini küreğimin arkasında puskuda gözleyen təsəvvür ederim. Sanki mənə axırıncı şans verip, axırıncı namazım üçün gəlib. Ve bu şekilde namaz kılarım deyir. Ve urattilu bit-tertili ve güzel bir tertille Kur'an okuyaram. Bu mühim meseledir arkadaşlar. Kur'an okuyanda güzel sesinizi ki Allah Teala o sesi verirse onu istifade edin. Güzel bir şekilde yani tertille okuyun ve okuduğunuz zaman ayetin manasını da bilin. Teemmül edin ki hatta huşu gelsin. Çok insan şikayet ediyor ki huşu yoktu. Ve bir huşu olmayacak. İnsan Fil suresini ezberleyip ama manasını ezberlemeyip. Hiç olmazsa manasını ezberle. Çetin bir şey değil. Arap dilini bilmedin hele ki tamam hiç olmazsa manasını ezberle. Ve o yani Fil suresini okuyanda onun manasını düşün. Ve diyor ki ve urattilu bit-tertil ve tertil ile okuyarım Kur'an'da. Thumma arka'u bit-tavadu ve Allah'a tavazu bir şekilde ruku ederim. Ya Abdullah sen bilirsen sen rukuya gedəndə bu adi hal değil. Sen rukuya gedəndə Allah Subhanahu Taala'nın önündə bir təvazökarlıq əlamətidir o. Rukuya getdiyin zaman senin günahların tökülür. Xəzən yarpağı ağacdan tökülən kimi. Ona görə rukudan belə qopub çıxmağa tələsmə. Tez çıxım, tez qaçım rukuda yox. Rukuda qal. Rukuda qal. Ruku əzəmətli ibadətdir. Deyir thumma arka'u bit-tavadu ve sonra deyir təvazu bir şekilde ruku ederim. Thumma asjudu bit-tehaşşu. Ne deyir imam? Ve sonra huşu içində neyərəm? Səcdəyə gedərəm. Ve utbi'uhu bil-ihlas ve bunların hamısını ihlasla ederim. Thumma la adri al-qubila minna aw la. Ondan sonra bilmirəm bu namaz məndən qəbul olundu yoxsa olunmadı. Bak bu selefin namazı. Bu selefin namazı. Ama əfsuslar olsun ki bizden birimizin namazı necədir? Kəennehu carisun alel cemrah. Sanki közün üzerinde oturup saçı yanacak.
Dözə bilmir. Tez, düzdür mü? Thumma yaqra'u naqarat. Və sonra neyinir? Qarğa dimdikləyən kimi dimdikləyir. Kardeşim ne olup? İşim var. Ay kızım ne olup? İmtihanım var. Ay balım ne olup? İşte çatmalıyım. Bu miskin yadından çıkardıp ki o iş var, o imtihan var. Onların hamısının müvəffəqiyyəti huzurundan qaçdığının əlindedir. Onların hamısının müvəffəqiyyəti huzurundan qaçdığının əlindedir. Sen imtihanındaki zihin açlığına tutmuş. Sürətlə oxumağın, vaxtın bərəkəti, müvəffəqiyyətin, sen bu sadece kimin huzuruna qaçırsan, elə onun əlindedir. Sen bu sadece dolaşır işin var. Kimse orada gözlüyor. Onu orada saklayan var, onu orada kovan var. Bizden kimde? Kimin huzurundan karşılarsan odur. Sen düşünürsen ki buradan tez kaçayım, zikirlerde elemeyeyim, tez taksi sipariş edeyim, sen yandan çıkarmışsan ki hamısı onun elindedir. Sen ona izzet ve celalına uygun bir şekilde saygıyla yanaşsaydın ve hatta iyi bilemez namazda deseydin ya Rab özüm de bilsen telesirem. Görüş yerine geç kaldım ya Rab. Vallahi iyi bilemez onu da iste. Göreceksin ki Allah Teala onu senin için hepsiydi burada saklayıp gözlüyor. Ya da ki başına bir iş geldi, geç çıktı, senden de geç geldi çattı. Göreceksin ki her şey sana göre planlaştı. Sen öyle bir kesin huzurundan karşılarsan ki asla bütün işlerin açarların elindedir. ما يفتح الله للناس من رحمته فلا ممسك لها وما يمسك فلا مرسل له إلا من بعده. الله سبحانه وتعالى يشفي فايدة الله. هذا وصل صلى الله وسلم وبارك على نبينا محمد وعلى آله وصحبه أجمعين.